Bir tembel kız var idi. Adı Fərdə olan bu kız birinci sınıfta oxuyurdu. Dərslərini oxumaqda tembellik edir, hər tapşırıqların yarısında üz-gözü turşudu deyilirdi. Değişemeden ders oku demesinler. Deyən könülsüz düşünürdü. Bir gün onun anasının kucağından sesi geldi. Feride git derslerini oku. Ay ana okuyorsun da oku biraz oynayın. Bayramdan oynayırsan sonra yolun değeceksen tiyatro. Ana beside. Bu söhbətlər hər gün Fəridəgildə baş verirdi. Fəridə isə hər gün dərslərindən 4 alırdı. O 4'lərdə anasının gücünə idi. Anası Fəridəni güc bala ilə okudurdu. Artıq onu anlamakta yorulmuşdu. Bir gün onun kucağından səsi gəldi. Ben sizi oynadım. Geçen otaqda derslerini oku. Fəridə yan otağa keçdi. Dərs stolunda oturub gündəliyini açdı. Sabahki dərslərə könülsüz nəzər saldı. Müəllimə payız haqqında gözəl bir şeir vermişdi. Bu kadar şeyi kim öğrenecek? Deyə düşünürdü. Arzu kitabı oyana vərəqlədikdən sonra onun ağlına bir fikir gəldi. Aklıma bir fikir geldi. En yaxşısı ben bu kitabın vərəqini cırırım. Anama da diyerek ki kitap kökmeyince vərəqi cırırlar. Necə düşünmüşsə elə də etdi. Fəridə vərəqi cırıb istənməyən yorğan döşəklərin arasına qoydu. Daha sonra isə cəld anasının yanına həyata qaçdı. Ana, benim de şeyim gelmişti. Ama ki ben de o vərəq cırılır. Ana həyəcanla. Necə yani? Cırılır da görürsən kökədir. Hansı vicdansız bu kitabı cırıb? Ama git qonşu günüdən kitabı al gəl. Necə alıb? Bəs o da dərs oxumalıdır. Heç verər. Yox, Fəridə, sən dərs öyrənməmək üçün bəhanə axtarırsan. Elə bu vaxt küçə darvazasının qapısı açıldı. Gələn Fəridəgilin yaxın qohumu olan Səkinə xala idi. Hoş geldin sen Səkinə. Hoş gördük, Sevinç. Necəsən? Yaxşıyam, sən necəsən? Yaxşıyam, bəs mənim balaca balam Fəridə hanı? Buradayım Səkinə bebeğim, hoş gəlmişsən. Hoş gördük Fəridə. Fəridə dərsləri necə gedir? Bizi belə də. Səkinə xala uzaq şəhərdə yaşayardı. Onun hər gəlişi toy bayram olardı. Anasının başı qarışmışdı əziz qonağı qarşılamağa. Fəridənin də əlcən sanki fürsət düşdü ki, sabahki dərslərini hazırlamasın. Ana Fəridəyə har qaç gözlər inciməsin sözü dinləmirdi. Fəridə ananı dinləmirdi. Sonra isə əvəyə çöküləndən sonra ana keçdi ki, yan otağa gələn qonaq üçün gözəl bir yer salsın. Ana təzəcə ilə qırmızı içək üzü yorğanı götürmüşdü ki, yerə sərsin. Onun arasından bir vərək düşüb yerə düşdü. Ana cəld o vərəqi götürüb ona baxdı. Nə? Hay şeyi? Daha sonra isə cəld Fəridəni çağırdı. Fəridə! Gəlirəm ana, nə olub? Fəridə ananın titrək əllərində cırdığı kitabı və vərəqi görüb dik atıldı. Sən bunu hardan cırmısan? Deməli mənə yalan dedin Fəridə, kitabı sən cırmısan. Ailə üzvləri hamısı Fəridəyə təəccüblə baxırdı. O isə gah cırdığı vərəqə, gah da anasına baxıb çox üzülürdü.